Tanınmış həkim fiziolog Rəşid Mahmudovun araq reklam etməsi onu tənqid hədəf edib. Bir neçə gün öncə spirtli içki istehsal edən zavodu tərifləməsi və insanlara təmiz araq içməyi tövsiyə etməsi ictimaiyyətdə bir mənalı qarşılanmayıb. Bir çoxları bu addımı həkimə yaraşdırmadığını qeyd edib. Rəşid Mahmudov bu mövzuda açıqlama verib, məsələyə aydınlıq gətirmək istəyib. Buna baxmayaraq, yenə də onu tənqid edənlər dayanmır. Sosial şəbəkələrdə hər gün bu haqda müzakirələr aparılır. Məsələ ilə bağlı Qlobal İnfoaz Rəşid Mahmudovla əlaqə saxlayıb. Tanınmış həkimin fikrincə, insanlar onun niyə araq reklam etdiyini başa düşməyiblər. O, bunu sağlamlıq baxımından tövsiyə etdiyini bildirib. Stat: Baxın, bugün bizim zirzəmilərdə araq çəkirlər və onlar çox zərərlidir. Arağı spirti ilə tanıyırlar. O adamlar neftdən spirt çəkildiyini bilirlər. Mənəvi dəyərlərə görə müsəlman olduğumuz üçün spirtli içki də qəbul etməməliyik. Lakin hamımız da yaxşı bilirik ki, ölkədə kifayət qədər içən var. Həmin o şəxslərin əksəriyyəti də zirzəmilərdə neft tullantılarından çəkilən araqları içib, qaraciyər, mədə, böyrək xəstəliklərindən əziyyət çəkirlər. Rəşid Mahmudov arağın bəzi xəstəlikləri müalicə etdiyini deyib. Taun və başqa xəstəliklər var ki, onu yalnız təmiz araq müalicə edir. Hətta elə şəhər var ki, taun xəstələrinə sağalması üçün keyfiyyətli arağı pulsuz verir. Mən də demək istəyirəm ki, içirsinizsə təmiz araq için. Onsuz da içməyin desəm də onlar spirtli içki qəbul edəcəklər. Ona görə də deyirəm ki, içirsinizsə keyfiyyətlisini için. Ən yaxşı və təmiz araq taxıldan hazırlanandır. Mən kiməsə deməmişəm get iç. İndi içənlərə hansı arağı içməyin məsləhət olduğunu deyim, yoxsa deməyim. İnsana yazığım gəldiyi üçün demişəm. Vallah, mən də içkiyə qarşıyam. Ölkəmizdə mənə görə spirtli içkilər olmamalıdır. Amma var, dediyim qalır kənarda, məni söyməklə məşğuldular. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.